Təkamül nəticəsində və milyonlarla il ərzində var olan və təkamül etməyə davam edən Onlar deyirlər ki, hər şey təsadüfdür. Yəni kainat təsadüfən yaranıb. Və müsadəfə, təsadüf. Ən birinci bilmək lazımdır ki, hər bir şeyin qaydası var. Hər bir şeyin usulu var. Hətta fəlsəfə olsa belə, hətta məntiq olsa belə, hətta küfr olsa belə. Görürsən, hansısa bir usul üzərindədir, hansısa bir qayda üzərindədir. Elə belə deyil. Və fəlsəfə əhli də, onlar öz fikirlərini, mülhidlər, Allahı inkar edənlər, onlar öz fikirlərini hansısa bir əsaslar üzərində qurublar. Elə belə deyil. Onlar deyirlər ki, bəziləri deyir ki, hər şey təsadüfdür. Lakin təsadüf barədə qayda nədir? Hansı ki o qayda üzərində, hansı ki o usul üzərində biz yola çıxmalıyıq. Ən birinci bilmək lazımdır ki, təsadüf heç bir şeyə nizamlı şəkildə vücud verə bilməz. Heç bir şeyə nizamlı şəkildə vücud verə bilməz. Qayda belədir ki, əs-sadfətu la tucidu şeyən munazzamə. Təsadüf nizamlı şəkildə bir şeyi mövcud edə bilməz. Təsadüfən bir şey ola bilər, amma o nizamlı olmaz. Və nizam bir şeyin düzgün şəkildə, tərtibatlı şəkildə və ecazkar bir silsiləli şəkildə davam etməsi və nizam-intizamda heç bir pozuntunun olmaması deməkdir. Və onların iddiası ki, dünya və kainat təsadüfən olub, bu qaydaya ziddir. Hansı ki, o qayda üzərində ittifaq eləyib, kəlam əhli, fəlsəfə əhli. Qayda nədir? Təsadüf nizam-intizamlı bir şey düzəltməz. Təsadüfən bir şey olar, dağılar, tökülər və ya düz olar. Amma həmişə təsadüf düz bir şey, nizamlı bir şey, tərtibli bir şey gətirə bilməz ortaya. Və yer üzərində nə qədər məxluqat var. Və ki, yas elə bu məxluqatları bu təsadüf üzərində. Batil çıxır təsadüf iddiası. Çünki hər bir şey gözəl şəkildə tərtib olunur. Bu təsadüf deyil. Çünki qayda nədir? Təsadüf nizamlı, intizamlı bir şeyi mövcud edə bilməz. Məsələn, bir misal ki, hətta aydın olsun. Məsələn, sən 10 kağız parçası götür əlimə. Yəni, məsələn, 3 santı, 4 santı, 4 bucaqlı kiçik bir kağız parçası götür, 10 dənə. Sonra üstünə yaz 1, 2, yəni birinin üstünə 1, sonra 2, sonra 3, 10 dənə kiçik kağız parçası. Sonra onları qaçışdır, tök cibivə və ya tök bir torbanın içinə. Sən nə qədər cəhd eləməlisən ki, nizamlı və tərtibli şəkildə 1, sonra 2, sonra 3, sonra 4, sonra 5, hətta 10-a qədər çıxsın və təsadüfən olsun bu. Mümkün deyil, dağınıq çıxacaq. 2, sonra 5, sonra 7. Ola bilər çıxsın 1, 2, 3, 4, amma birincidən yox. Yəni təsadüf olmur bu. Yəni o zaman yer, dünya, kainat neçənci cəhddə, neçənci dəfə cəhd eləyəndə belə nizamlı düzəlib. Hələ kainatın özü. Yaxşı, oradakı heyvanlarda olan təsadüf, quşlarda olan təsadüf, insanlarda olan təsadüf, ağaclarda olan təsadüf. Bu təsadüflərin heç biri ortaya düzgün şəkildə çıxmır. Əslində təsadüf nizamlı və intizamlı bir şeyi yəni mövcud edən bir proses deyil. Mütləq və mütləq nizamlı və intizamlı olan bir prosesin mövcudluğu bir varlığa bağlı olmalıdır. O varlıq ki, alimdir və hikmətlidir və elmi hər şeyə əhatə edir. Və hikməti hər şeyə əhatə edir ki, bu qədər nizamlı, intizamlıdır. O zaman təsadüf yoxdur, bir varlıq var. Hansı ki, o varlıq xəlq edib hər şeyi, yaradıb. Ona görə o iddia ki, hər şey təsadüfən olub, bu iddia batildir. Ne üçün? Çünki təsadüf nizam və intizamlı bir şeyi tərtibli şəkildə ortaya gətirə bilməz. Necə bayaq ki, çəkdiyimiz misal. Lakin bəzi insanlar elmsizliklərindən, cəhalətindən, bilməməzliklərindən belə insanlara, belə sözlər danışan insanlara qulaq asırlar və onları təsdiqləyirlər. Dünya və kainat
təsadüfün neçənci cəhdində yarandı? Yəni təsadüf ola bilməz də tərtibli bir şeyi əmələ gətirsin. Ola da bilər gətirsin. Amma neçənci dəfədə sən cəhd elədin 1, 2, təsadüfən çıxdı ki 1, 2, 3, 4, 5 və ya kağızların misal. Təsadüfən düz çıxdı. Amma neçənci cəhd? Dünya təsadüfən neçənci cəhd olub? Bu birinci sual. İkinci sual, məxluqatlar içərisində yaradılmışlar. İnsanlar, hətta gördüklərimizdən danışılır. Onlar qeybə inanmırlar, cinlərə falan mələklərə. Səmalar, yer, onun üzərindəkilər, insan, təbiət və s. və axır. Kiçik məxluqatlar hansı ki biz onların bəzilərini görə bilmərik bəzən, bəzilərini görürük. Amma görməməyimizə rağmen deyirik, onlar var. O qədər nizamlı şəkildə yaradılıb ki, biri-birinə mane olur. Bu cür nizamlı və dəqiq şəkildə yaradılış təsadüfün nəticəsi deyil. Bu mütləq və mütləq elm sahibi və hikmət sahibi olan bir varlığın bu işlərin hamısını icad etməsi, yaratması səbəbi nə olub?